Dostlar, Antwerpen şəhərinin ən böyük meydanlarından biridir. Bazar meydanı. Bax, o kilsəni görürsünüz. Müqəddəs Məryəm kilsəsidir. Bunlar kilsələri çox acayip böyük olur. Bu boyda da kilsə olar. 120 metrdən yuxarı o şpil tərəfi var. Gördüyünüz kimi, bax, bu Notre Dame'a da hətta bənzəyir. Daha sonra, bax, bu şəhərin ən məşhur sakinləri, məşhur rəssam Paul Rubens'in heykəlidir. Bu meydanı görürsünüz, Grote Markt kimi sayılır. Amma buna bazar meydanı deyirlər. Bunların ondan da bir böyük meydanı var. Az sonra ona gedəcəyik ora. Bax, bu Hilton otelidir. Köhnə bir, yəni köhnə, yəni ki, keçən əsrdə tikilən binadadır. Və nəhayət, bax, burada bu göydələni göstərirəm sizə. Bu göydələni görürsünüz. Bu göydələn Avropada tikilən ilk göydələndir. Əgər dünyada Amerika qitəsindən yüksək empiredirsə, Avropada ilki məhz Antwerpendə tikiblər. Bax, bu bizim həmin o meydan.